Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz dostlar, ölüler bizi eşidirmi? Bugünkü mevzumuz bundan ibarətdir. İsa Peyğəmbəri Aleyhisselamın nümunəsi və qeyb aləmi haqqında, qiyamət gününün ilahi ədalətin və hesab kitab nizamının necə işlədiyini anlamaq üçün bəlkə də ən təsirli, ən sarsıdıcı nümunə İsa Peyğəmbər Əleyhisselamın Rəbbi ilə olan tarixi dialoqdur. Quran bizə o möhtəşəm səhnəni bütün çılpaqlığı ilə təqdim edir. Allah isə Peyğəmbərimizdən insanların onu və anasını ilahiləşdirməsi barədə soruşduqda, İsa Peyğəmbər Əleyhisselam Maidə 116-117-ci ayələrində verdiyi cavab əsrlər boyu formalaşmış bütün yanlış dini təsəvvürləri darmadağın edir. Sən mənim qəlbimdə olanları bilirsən, İsa Peyğəmbər Əleyhisselam deyir. Mən isə sənin özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən sənsən. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni götürdükdən sonra isə onlara nəzarət edən özün oldun. Sən hər şeyə şahidsən. Bu qısa, lakin dərin mənalı ifadə idrakimizin qapılarını böyük bir həqiqətə açır. Heç bir peyğəmbərlər, heç bir bəşər övladı ölümündən sonra arxada qalanların nə etdiyindən xəbərdar deyil. Əgər böyük bir peyğəmbərlər belə özündən sonraki nəsillərin əməllərini görmədiyini, qəlbləri oxuya bilmədiyini və qeybin yalnız Allaha məxsus olduğunu etiraf edirsə, o zaman bəşəriyyətin digər nümayəndələrinə fövqəltəbii güclər aid etmək hansı məntiqə sığar? Şahidliyin sərhədləri və yanlış inanclar. Şuurumuza hopmuş, nəsildən nəsilə keçərək din adı ilə bizə təqdim edilən bəzi ənənəvi inanclar var ki, güya ölülər bizi eşidir. Şəhidlər və övliyalar hər anımızı izləyir. Peyğəmbərlər hər kəsə şəfaət edəcək. Halbuki Quranın ortaya qoyduğu məntiqi ardıcıllıq mütləq